Salam dostlar. Bugün torpaqlamanın, zəzimliyinin yoxlanması haqqında danışacağım. Deməli, bilənlər heç, bilməyənlər üçün faydalı olacağını düşünürəm. Deməli, elektrik avtomobillərində zəzimliyini bilirsiniz ki, vacib şərtlərdən biridir. Ona görə biz bunun yoxlanmasını ev şəraitində necə etmək olar, onu indi sizə əyani olaraq göstərəcəm. Deməli, bunun üçün bizə lazım bir dənə multimetr, bir dənə də indikator. Yəni bildiyimiz cərəyanın olduğunu göstərən indikator. Deməli, birinci nə edirik? Biz birinci müəyyən eləməliyik ki, bu hissələrdən hansı birində cərəyan gəlir, hansı birində mənfidir. Yəni birində müsbət, birində mənfi olması lazımdır hansındasa. İndi onu müəyyən eləyək. Deməli, birinciyə baxırıq. Sakitçilikdir. Deməli, yəqin ki, mənfidir bu. Okey, baxın, sağdakı plusdur. Cərəyan buradadır. Deməli, sağdakı plusdur. Növbəti addımımız necədir? İndikatorla işimiz bitdi. Bundan sonraki işimiz deməli multimetrlədir. Multimetrdə deməli qırmızı şnuru bu aidiyyəti həmişəki kimi komda, digər hissəni qarada saxlayıb, qaranı da bu hissədə saxlayırıq və cərəyanın 200 voltdan yuxarı və 200 voltdan yuxarı olduğunu düşünüb, dəyişən cərəyan olduğunu düşünüb, baxın, biz qoymalıyıq onu 600-ə. 600-ə saxladıq, hazırda sıfırda heç nə qoşmamışıq. İndi biz bunu yoxlamağa çalışaq. Deməli, biz bildik ki, deməli, sağ tərəf bizdə müsbətdir, yəni qırmızını sağ tərəfdəki yuvaya salacaq bu hissəyə. Sol tərəfə isə bu qara şunu salacaq və baxaq. Okay. Deməli, 198 volt bu multimetri göstərir. Multimetrin keyfiyyətindən asılı olaraq da dəyişə bilən məqamlardır bunlar. Deməli, 200 volt. İndi aşağı-yuxarı 5-10 filan aşağı-yuxarı dəyişə bilir bunlar. Deməli, biz müəyyən elədik ki, bizdə hardasa 200 volt olur. Sonra nə edirik? Zəzimliyini yoxlamaqdan ötəri, torpaqlama yoxlamaqdan ötəri müsbəti saxlayırıq yerində, minusu çıxardırıq. Minusu çıxardırıq və hər ehtimala burada bir bizdə taxta olan yer var. Nədir? Taxta deyirəm. Dəmiridir, sadəcə kraskalıdır da. O hissəyə sürtürük. Baxın, kraskalıdır. Ona görə baxırıq ki, burada cərəyan hardasa 45 civarında dəyişə bilir. Yəni, kraska ötürməyə qoymur. Ona görə biz, məsələn, burada axtarırıq. Kraska olmayan yerə toxundurmağa çalışırıq. Baxaq vəziyyətə. Hoppa, 209. Deməli, burada mənfinin, əslində biz mənfini zəzimliyi ilə yoxlayırıq, torpaqlama ilə yoxlayırıq ki, həmin keyfiyyəti ötürür, yoxsa yox. İndi baxırıq ki, burada adi, yəni kraska olmayan yerdən rahat şəkildə 209-a qədər volt götürür. Mən də müvəqqəti olaraq bunu belə deyək, bu hissədə deməli bu hissədə həm eyni dəmirin divara bərkidilən hissəsinə bərkizmişəm müvəqqəti olaraq. İndi bunu burada saxlayaq. Qəşəyimiz qalın altılıqdır. Yəni altılıq misə toxundurduq və
Baxırıq ki 209. Gördünüz. Bu plus yerindədir. Multimetrdə 210. O da orada. İndi baxaq burada. Bunu çəkdim. İndi düşəcək aşağı. Yəni belə bu şəkildə rahat yoxlaya bilərsiniz ki, sizin zazimliyiniz, torpaqlamağınız effektlidir, yoxsa yox. Əgər eyni voltajı göstərmirsə, deməli effekti yoxdur. Yəni sizin cəryan daxil olursa 220 ilə, bu da ən azı 220-ni civarında sizə göstərməlidir. Göstərmirsə, deməli torpaqlamanın yerini dəyişmək lazımdır. Sağ olun, olurlar.